Salam olsun sənə ey Allahın dostu, sən ilk məzlumsan. Əleyhissalamın məzlumiyyəti ağılların dərk eləyə bilmədiyi bir şeydir. Və məzlumluq özü yazıqlıq demək deyil. Məzlum zülmə məruz qalan adamdır. İbn Əbil Hədid sünnə alimidir. Əhl-i sünnətin hörmətli alimlərindən biridir. Həqiqətən də Həzrət Əlini sevən bir insan olub. Nəhsül Bəlağiyədə şərh yazıb və kitabın sonunda deyir, istiğfar eləyir. Deyir, Allahdan bağışlanmaq istəyirəm. Əgər bu şərhdə nöqsana yol verdimsə və o ağadan şəfaət istəyirəm ki, gözlərim onun kəlamlarına şərh yazmaq üçün oyaq qaldı gecələr. Qiyamətdə mənə şəfaət eləsin. Şərhinin əvvəlində deyir ki, Əli o kəsdi ki, dünyanın qüdrət sahibləri gücünü topladılar, insanları məcbur elədilər ki, onu təhqir eləsinlər.